Tənasüb bölməsinin izahına baxırıq. Deməli, birinci sualda bizə 25 kongruent kvadrata bölünmüşdür. Məxrəcə yazıq 25. Sürətdə də bizə nəyi soruşur? İştiraklanmış hissə. Sayır burada iştiraklanmış hissə 1. Başqa rəng nədir? 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11. 25-də 11 vursun 100%. Buradan tapırıq ki, neçə eləyəcək? 125 xəsafa 4 vurur 44. 2 də eyni üçüncü suala baxaq. Cədvəldəki ədədlərin ümumi cədvəldə 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10 dənə var. Neçəsi naturaldır? 1, 2, ikisi naturaldır. Vururuq 100%-ə. 5-ə baxırıq. Konkret kvadrata bölünmüş ABCD kvadratı neçə fayda iştiraklanmışdır? 1, 2, 3, 4, 5 belə. 1, 2, 3, 4, 5. Demək, cəmi 25-dir. 25-dən 3-ü vursun 100% iştiraklanıb. 6 da eynidir. 7-yə baxırıq. Düzümzalı konkret kvadrata ayrılmışdır. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12. Məxrəcə yazıram 12. İştiraklanmış sahə 1, 2, 3, 4, 5, 6, 7, 8, 9-da vursun 100. Soruşanın sürəti yazılır. 8 də eynidir. 9 da eynidir. 10-a baxırıq. 80%-i 180. Bilməm, x-in 80%-i bölü 100 bərabərdir 180. Burada 80x bərabərdir 1800. 1800. 18 mi x savunum? 18 mi bölü 80-ə. Keçir növbəti sualda. Bir faiz ifadədir. Ədədi faizə çevirir 100-ə vuran var. Bunu 100-ə vuracaq. 100-ə vuranda eləyəcək nə? 43. Faizə yenə 100-ə vuracaq. 13-ə baxaq. Onu kəsik şəklində isə 100-ə bölür. 100-ə böləndə 1, 2. Bura gəlir vergi. 14 də eynidir. 15. Ədədin yarısı onun neçə faizi? Məsələn 100-dür. Yarısı 50-dir. 50 100-ün neçə faizidir? Elə 50% olacaq. 16-ya 130-un 30%. Yəni 130-u vururam 30-a, bölürəm 100-ə. Kalkulatorla yox uşaqlar. 18-ə baxaq. Müsbət ədədlərdir. A və B. A-nı 10 dəfə artır, olur 10A. C-ni 5 dəfə azalt, C bölünsün 5. Bu 5-də çıxır, yuxarı. 5-i də ona vuranda eləyir 50. Görsən, D-ni necə dəyişər? Görsən, D 50 dəfə neyini artıb da 50 AB-dir. 19-a baxaq. 4 və 5 ədədlər mütəmsil olan 2 müsbət ədədin cəmi 45-dir. Yəni 4x üzərinə gəlsin 5x bərabərdir 45. Bu eləyir 9x bərabərdir 45. X bərabərdir 5. 5-i 4-ə vuram. Biri 20-dir. 5-ə 5-ə vuram. 25-dir. Bundan sonra vuruq bir-birinə. Tapırıq neçə eləyir. 20-ci suala baxırıq. Məktəbə gətirən 4 kitabın 34,5% ədəbiyyatdır. Qalanlar riyaziyyatdır. 100%-dən çıxıram 34,5-i. 100-dən 34 çıxanda eləyir. Mən çıxım. 100 çıxılsın 34,5. 65,5-dir. Bunu vuruq 400-ə bölük 100-ə. 21-ə baxırıq. 20-də səyyah 15 kilometr getdikdən sonra yolun 25%-i gedilməmiş qalıb. Bu gedilən yolsa, bu da gedilən yolu tapırıq. 25%-i gedilməmişdir, demək 75%-i gedib. X-imin 75%-i bölü 100 bərabər neçəyə? 15-ə. Buradan X-ini tapırıq. Bərə 4 saata 4 saata 20,4 kilometr yol gedib. Eyni sürətə 6 saata da x-dir. Çarpaz vururuq. Çünki düz mütənasibdir. 6 vurulsun 20,4 bərabər 4x. Buradan da tapırsınız neçə eləyir. Keçin növbəti sualımıza. 23-ə baxırıq. 23-də necə yazacağım? 3,6-nı vuracağım. Kənar həddləri bir, orta həddləri bir. 3,6 vurulsun
3'də 5 bərabərdir 15'də 4. Daha doğrusu 5'də 14 vurulsun isə x-a 3,6 3'ə bölməli 1,2 1,2 5'ə vuranda edir 6. 6 bərabərdir 5'də 14 x. Yəni 14 x bərabərdir buna 5 6 30 x də bərabər 30'u böləcəm 14'ə. Bunda x yaparım 7'də 15 eləyəcək. A variantı. 24'də indi 25'ə baxır. 25 də tənasibdir. Onun y hasili, yəni 10 y bərabər 25 vursun 4. 62'də ötsək 44%'ni itirir. 4%'ni itirirsə, deməli 96% qalır. 20 vuram 96'ya, bölürəm 100'ə. 28 sinifdəki 30 şagirdin 30% oğlandır, neçə qızdır? 30% oğlansa 70% qızdır. 30'un 70%'ni tapıram. 240 ədədin 25%'ni 240'ı 25'ə vurub 100'ə bölürük. Fəhlə gündə 32 deta hazır, o məhsulun 25% artırsa, yəni 125% isə 32'nin 125'ə vurub 100'ə böləcəyik. Buradan tapırsınız neçə eləyir. Sonra baxırıq 31'ə baxırıq. 155 ton mis filizdən 31 ton mis alınıb. Məxrəcə yazam 155, sürətə yazam 31, vursun 100 sayı. Soruşanı sürətə yazırıq. 32 də yazıq 3 çevirəm. 3'ü vuram 7, 21, 21 üzrə 6 gəlim 27. Nə qədər yol gedir? 220 kilometr yol gedir. Bunu da çevirəndə 7 tam 7'dən 7 49, 49'un 5 54'də də x kilometr yol gedir. Bunu da çarpaz vuruq. Bu 7'lər ixtisar gedəcək. 54 27 məndə qalır 2, 2 növbəsi 220'yə. 33'də eynidir. 34. Brigada 190 otağı təmir etdikdən sonra məlum oldu ki, plan 95% yerinə yetirib. 190'ın 95% yerinə yetirmişdi. 25%'in 15%'in yerinə yetirməyib. Deməli x vurulsun 190 bölünsün 100 bərabər nəyə? Daha doğrusu tərsine yazdım. X vurulsun 95% bölünsün 100 bərabərdir 190. Biz bilmirik x neçədir? X'in 95%'in yerinə yetirib. Buradan tapırıq ki, neçə eləyəcək. 35-ci sinifdə oxuyan 25 şagirddən 25 şagird var. 4 nəfəri 5. Necə yazaq? 4 nəfər 5 alıb. Bura belə yazaq. 9 nəfəri 3 alıb. Yerdə də qalıb. Neçə? 4 və 9 yanında 13. Yerdə 12 nəfər də 4 alıb. 12 nəfər neçə faizi böl 25 vurulsun 100. Məxrəcə cəm yazır. Sürətə soruşan zət. 37'yə bax, 37'dən 38'ə baxırıq. Buradan da yazırıq ki 2 düz mütasib 2x üzərində 3x üzərində gəlsin 4x bərabərdir 450. Buradan x-i tapırıq ki, x neçə eləyəcək. Aldığımız ən kiçiyini tap vururuq 2'yə. Şəhər əhalisi bir illərdən 70 mindən 7402 nəfərə artdı. İlk dəfə olub nə qədər? 70 min. Nə qədər artım başı? Fərqi 4200. Sürətdə fərqi vursun 100%. Şagird 40'a baxır. Şagird kitabın 60 səhifəsini oxudu. Oxumamış isə bütün kitabın kitabın 60% olarsa 60% oxunmamışdır. Demək 40% oxunmuş. X-in 40% bölü 100 bərabərdir 60. Yəni bununla bu tarazlaşmalıdır. 41'ə baxırıq. Bağban münbitləşdirmək üçün bağban 2 kg azot, 3 kg fosfor və 6 kg əhəng qarışdırma. Məxrəcə yazı ümumi 2 üstəgəl 3,
11 yazırıq. Azotun kütləsi sürəti də yazıq 2-ni. 42, 43. 6 ədədə eyni metanın kütləsi 15 qram olarsa 14 belə x-dir. Çarpaz vuruq. 14 vurulsun 15 bərabər 6 vurulsun x. Buradan tapırız ki, neçə eləyir. Qırx dörd də eynidir. Məsələn, 15 kilometr məsafəni. Görürsən, bu saatlıq, bu dəqiqə. 2,5-i vuram 60-a, çevirəm dəqiqəyə. Bir dəqiqə. Həmən vurum. 2,5-i vuram 60-a. Bu elə 150 dəqiqə vaxt sərf eləyib. 1 dəqiqə də x-dır. X vur 150 x. Bu da kilometr metrdən 15.000. Bərabər də 15.000. Buradan da x-i tapırıq ki, neçədir? 45 də eynidir. Keçək 46-cı suala. 8 saata 480 km yol gedən, eyni suallardır, baxmıram buna da. 47 də eynidir. 48, 20 ədədi 80-in neçə faizidir? Yəni 80-in neçə faizi, neçəyə x yazın bölünsün 100, bərabərdir 20. 49 eynidə 50, 55 ədəd 20, 55 vur 20 bölünsün 100. 51 də bayaq izah etdiyimizdə 1200-ə 2 dəqiqə gəlsə 40 dəqiqəyə də x olacaq. Çarpaz belə tapırıq. 25 faizi 20 olan ədəd, yəni x-in 25 faizi. 25 faiz nəyinsə ona vurum. Böl 100 bərabərdir 20. Sonra burada 25x bərabər 20-nin 100-ə vurum elə 2000. X də bərabər 2000 bölsən 25-ə. İndi baxın növbəti sualımıza 54-ə. Baxırıq. M-i 3 dəfə artır oldu 3M. K-nı 3 dəfə azalt. K-nı 3-ə böləndə 3 qalxır yuxarı. Yəni 3 dəfə 9. Görürsən 9 dəfə sürətdəsə 9 dəfə artır. Götürürük. 5-də 2-si getdikdən sonra bütün yol neçə faiz? 5-də 2-si gəlsə 5-də 3-ü qalıb. Bunu da vuram 100 faizi. 56 da eynidir. Yolun 80 faizi gedibsə, gedilməmişi 20 faizi. 100-dən 20 faizdir. 58 eynidir. Deməli 59. Şagirdin həll etdiyi 15 tapşırıq onun bütün tapşırıqlarının 20%-ni təşkil edərsə, bütün tapşırıqlar x-də onun 20%-i bölünsün 100 bərabərdir 15. Şagird 130 səhifəni oxudu. Bu kitabım x-dir. Onun 25% bölünsün 100-ü bərabərdir 130 səhifəyə. 61 eynidir. 62. Usta və şagird birdə 2200 detal hazır. Usta bütün detalların Usta və şagird 2200 detal hazırladı. Usta bütün detalların 75%-ni hazırladı. 75% ustadırsa 25% uşaqdır. Deməli bizdən usta neçə detal hazırladı? 2200-ün 75%-ni tapıb bölürük 100-ə. Ki neçə eləyəcək burada? Məktəbə gətirən 865% ədəbi, qalanı riyaziyyatdır. Riyaziyyatda da soruşur. 65% ədəbiyyatsa, deməli 35% riyaziyyatdır. Deməli 800-ün 35%-ni tapıb bölürük 100-ə. Faiz ifadə edirsə 100-ə vuracam burada. 100-nə 25 hesab 5, 5-i də vuruq 17-yə. 56, 66. 24 saata görə 80 manat pul alıbsa, 6 saata da x-dir. 6 24 x-ə gəldi 4. 4x bərabər 80. 80-i bölük 4-ə. 67 eynidir. Bu da 16 vur 32 bərabərdir 8 vursun x.
Belə ondan 16-8-i xısarfa. Burada 2 qal, 2-ni vursan 32-yə. 69, 175%-ə onluq kəsik. Yəni bölürsən nəyə? 100-ə. Onluq kəsib faizə götür. Yəni 100-ə vurur. Faizə çevirdin 100-ə vur. Onluq kəsidən 100-ə böl. Piyada yolun 25%-ni getdi. Nə qədər gedilməyəmiş qaldı? 100-dən 75-i gedin. Bunu ixtisar edib tapdıq. Sonra 72, 2,8 kiloqram konfet almaq 19 manat, 19,6 belə yazırıq. Həmin 3 kiloqram konfetə 3-ə də x-dir. Buradan tapısı neçə eləyir? Yetmiş 3 velosiped uzunluğu 25 km olan yolun 40%-ni getdi. O bu yolun sonuna çatmaq daha neçə kilometr gedir? Ya 25-in 40%-ni tapanda 40 bölünsün 100 sayılır elə 10. Yəni 10 kilometr gedib 25-dən 10 kilometr gedib. Daha nə qədər getməlidir? 15 getməlidir. Göbələk vurduqda kütləsinin 85%-ni itirir. 24 kilonun vurulmuş göbələk bu itirirsə, deməli 15% qalır. X-imin 15% bölünsün 100 bərabərdir 24-ə. 75. İclasda 300 nəfər iştirak etdi. 300 nəfərdən 225 razılıq verdi, vurulsun 100%. 76. Balın təmin 12%-si var, 5 yox balın təmin nəqəsi var, 5-in 12%-ni tapırsınız. Görürsünüz 100-ə. Keçin növbəti suala. Diaqramda okeanın tutduğu sahələr göstərilən Atlantik okean sahəsi okean sahəsi neçə faizidir? Atlantik 90-dır. Sakit hanı 180. Bölünsün 180 vurulsun 100%. 78 də eynidir, baxmırıq. 79. Bu 9'da 4 deməkdir. Vuruq buna vurum. 9'da 4 vurulsun 157 yazaq. 57 bərabər x vurulsun 6'da 19. 50 yox. Əleyhdə 19 ixtisarparam. Burada qalır 3. 3 qalır. Sonra da vurub yazırıq. Burada idi 900'də 12 və 6'da x. Müxtəlif cür həll edə bilərsiniz. 900x bərabərdir 72, x bərabər 72 bölünsün 9. 72-in 9'dan 8 eləyir, 0-dan %8 eləyir. 80 də eynidir. Adamı kəsib bölməsən sıx əlaqəli bölmədir. 81, yəni 3x-in vuram ona eləyir 30x bərabərdir 45y. 45y. X bölünsün y. X'in qalanında 45 durur, y'nin qalanında 30. 45'i də bölürsünüz 30'da. 80. Kitabın qiyməti 20% ucuzlaşdığında sonra 16 manat olursa. Kitab X'dir, 20% ucuzlaşdığında 80% bölünsün 100 bərabərdir 16. Sonra baxırıq növbəti sualımıza. Qiymət 25% bahalaşır. X-də 25% bahalaşır. Olur 125% bölünsün 100 bərabərdir 40 manat. 85 manatın qiyməti 50% artırdı, oldu 150. Sonra yeni qiymət 50% artdı. Yəni yenə 150% artdı. 100 ilə artırdı. Toplayıb çıxırıq. Bölünsün 100. Bu da elədir 225. 100%-dən 225-ə qalxıb, yəni 125% artım baş verir. Sonra keçirik növbəti sualımıza. 86. 2 müsbət 1-ni 10% elədi 110%, digərini 30% isə 130%. Bölürəm 100-ə. 11 də vuranda 13-ə. 143 elədi. 100-dən 143-ə qalxıb, demək 43% artıb. 87-də
1'in 10% deyin 40%, 20, 10% azaldıq olub 90%, 40% azaldıq olub 60%, bölünsün 100. Bu da elədi 54. 100-dən 54-ə düşüb. Demək 46% azalma baş verib. Axırıncı səhifəni izah eləyirik. 88. X-i tapın, çarpaz vuram. Bunu burada yazam. Deməli, X çıx C-ni vurub aşağı X vursun B, çıxısın C vursun B, bərabər C vursun X üzərinə C vursun A. X-ə yığaq bizə X vursun B, çıxısın C vursun X, bərabər C vursun A, üzərinəsin C vursun B. X-i burada mötədə kənara çıxasan B minus C olacaq, bərabərdir. C-ni də mötədə xaricdən çıxasan A üstə gəlsin B. Burada X-i tapanda nə edəcəm? Bunu böləcəm buna. Vəssalam. 89. Məktəb 200 oğlan 300 qız işlək. Qızlar bütün işlək. Qız nə qədərdir? Bütün işlək nə qədərdir? 500-dür. Məxrəcə yazıram nə? 500. Bizdən nəyə soruşur? Qızlar. Qızlar 300-dür. Vurulsun 100%. Portaxala dolu səbətin kütləsi, yəni portaxal üzərinə gəlinsin. Səbət bizə verir 16.8 vuranda 16.800 eləyir. Boş səbətin kütləsi eləyir nə qədər? 800. Onda portaxalın kütləsi nə qədərdir? 16.800, 16.000-dir. İndi bizə nə? Boş səbətin kütləsini portaxalın kütləsinə. Səbət 800-dür, yerinə qoyuram. Portaxal nə qədərmiş? 1600 vurulsun 100%, tapıram buradan neçə eləyəcək. Baxırıq növbəti sualımıza. O 91 də eyni. Demək, bunu da bir yazıq. X üzərinə gəlsin 3x, üzərinə gəlsin 6x, bərabər 200. X-i tapsam burada neçə eləyir? Aldım da bir dəfə 1-ə vururam, bir dəfə də 6-ya vurub fərqini. 6-dan 1 tam 5x, aldım X-i vururam 5-ə. 93-ə baxırıq. Deyir, səndəki suyun 40% buxarlandıqdan sonra səndə 40% buxarlanıb, demək 60% qalıb. X-inin 60% bölünsün 100, bərabərdir 120. X buradan qalan suyun miqdarı neçə faiz? Deməli, biz baxırıq ki, səndəki suyun 40% buxarlanıb, səndə 120 litr su qaldı. Qalan suyun miqdarını neçə faiz artmaq səndə əvvəlki qədər. Deməli, buradan tapıram 120-ni bu sıfırla bu sıfır getdi. 1206, 200. Deməli, səndə 200 litr su vardı. 120 qalan suyun miqdarı neçə faiz? Yəni 120-nin üzərinə neçə faiz artırmaq lazımdır ki, 120 tapdığımız dəqiqə. Deməli, qalan suyun miqdarını neçə faiz artırmaq lazımdır ki, deməli, sürətdə 120, burada fərq 80 vurulsun 100%. 4-ə bölsə, 120-ni 4-ə böləndə eləyir. Bu sıfırla bu sıfır getdi. 120, 12-ni 3-ə böləndə eləyir 4, 12-ni 4-ə böləndə eləyir 3, 8-ə 4-ə böləndə eləyir 200.
sənə bir də deyirəm. Mən burada tapdım ki, səndə 120-200 litr su var. Düzdürmü? Qalan suyun miqdarını neçə faiz artırmaq lazımdır ki, qalan suyum 120-dir. Ona görə məxrəcə 120 yazdım. 120-ni neçə faiz artırmaq lazımdır? Yəni 200 idi axı. 200 yuxarıda yazılan fərq. Məxrəcə qalan suyu 120 yazan. Vursan 100%-ə. 94-ə baxırıq. Böyle 94 izah eləmişəm, 95 izah eləmişəm, 96-ya baxaq. İndi bu hissəni həll eləyək. 5'də 1 bölünsün 9'da 4. Bunu yerdən 5'də 1 vurursun 4'də 9. Bu da eləyəcək 20'də 9. O da bərabər nə? 3,6 bölünsün x. 3,9 0,4 0,4'ü vurursunuz 20'yə. Doxsan yeddiyə baxırıq. Qiymətə aşağı düşməsinə qədər soyucunun qiyməti 200 dollar idi. Qiymət düşəndən sonra soyucunun qiyməti 230 dollar oldu. Soyucunun qiyməti neçə faiz aşağı düşmüşdü. Fərq arada sürətə nə yazırdıq? Fərq yazırdıq. Əvvəl 250 dollar idi. Fərq nə qədər idi? 20. Vurulsun. Məxrəcə ilkin qiymət yazılır. Sürətə isə fərq yazılır. 98'ə baxırıq. 80% spirti almaq üçün 80% bərabərdir. 30'un 90% nə qədərdir? 27 değil mi? 27 qram spirtdir. Sürətə yazım spirt 27. Nə qədər su əlavə edim? Məhlul nə qədərdir? 30'dur. Üzərinə də nə gələm? X gələm vurursun 100%. 99 kvadratın perimetrini 10% artırdıqda oldu 110%. Bunun deməli sayısı neçə faiz artar? 11'in kvadrat nə qədər? 121 edir. 0 bizə ehtiyac yoxdur. 121 edir. 21% artdı. 100. Bir il müddətində kəndin əhalisi 3% artaraq 824 nəfər olmuşdur. 100% artıb olur 103%. X'in 103% bölünsün 100 bərabər 824. Məsələn.